Sabirabad rayonunda dəhşətli hadisə baş verib, evin yanması nəticəsində 4 nəfər həyatını itirib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, indi həmin məlumatla sizi tanış edirəm. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla bağlı Nazirliyin müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunub. İlkin məlumata əsasən yanğın 2 mərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyidi aşkar edilib. Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Bu arada yanğında həyatını itirən şəxslərin adları da məlum olub. Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus ümumi sahəsi 240 kvadrat metr olan fərdi yaşayış evi yanıb. Məlumata görə hadisə zamanı ev sahibinin oğlu 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəfoğlu, gəlini 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Turaloğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı həyatlarını itiriblər.